Tanrının bizə bəxş etdiyi həyatı, ömür payını mənalı yaşamaq öz əlimizdə olur. Bu ömür payını sənətə həsr edən insan xoşbəxtliyini, kamilliyini öz sənətində tapır. Yaşayır, yaradır, sənətkar adını qazanır. Hər kəs də onu belə tanıyır. Həm sənətinə, həm də ailə qayğılarına, öz həyatını eyni dərəcədə ömrünü, gününü fəda edən xanım sənətkarlarımızın adlarını tək-tək çəkmək olar. Özünə məxsus yaradıcılığı ilə seçilən verilişimizin zərif qəhrəmanı Naxçıvan Rəssamlar Birliyinin üzvü Nigar Mustafazadədir. Buranın insanları doğma gəldi və mənə buranın təbiəti elə bir növ ilham oldu. Və mən o mənzərəyə baxa-baxa, yenə deyirəm, o canlı plenerə çıxırıq, o mənə daha xoş olur, nəinki mən oturum evdə hər hansısa bir iş işləyim. O rənglər, məsələn dağlar, məsələn burada sıra dağlar var da, hansı ki mən hər dəfə pəncərədən baxıram, onlar mənə o qədər gözəl təsir bağışlayır. Buranın təbiəti, buranın insanları, nə bilim, hər bir şey mənim üçün həqiqətən də çox doğma və əzizdir. Naxçıvan mənim həyatımda həqiqətən çox böyük bir rol oynayıbdır, mənim böyüməyimdə bir insan olaraq və o mənə hər zaman əziz olacaq. Mən fikirləşirəm ki, bir zaman gələcək ki, mənim yaradıcılığımı oxuyanda orada qeyd eləyəcəklər ki, Nigar xanımın başladığı ilk yaradıcılıq yolu Naxçıvandan keçibdir. Nigar xanım qeyd edir ki, hələ kiçik yaşlarından Tanrı payı olan istedadı ilə fərqlənirdi. Rəsmə, rəssamlığa olan həvəsi onun yolunu Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Qrafika fakültəsinə gətirib çıxardı. Burada o, yüksək ixtisaslı müəllimlərin sayəsində rəsmin sirlərinə yiyələndi. Bugün də rənglərin sirrini, sözünü duyan gənc rəssam, pedaqoq kimi fəaliyyət göstərir. Rəssamlığa ilk yolculuğum uşaq vaxtımdan başlayıbdı. Uşaq yaşlarından rəssamlığa çox böyük marağım olubdu. Bu maraq nədən başlayıbdı? İlk cizgi filmlərinə, sevdiyim cizgi filmləri vardı. Onlara baxa-baxa çox maraqlı illüstrasiyalar çəkirdim. Və mənim nənəm Elmira xanım mənim həvəsimi görüb, məni Bakıda Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Mərkəzinə apardı. Və ilk müəllimim də Elnura müəllimə oldu, rəssam Elnura müəllimə və o mənə rəssamlığın bütün sirlərini demək olar ki, öyrətdi. Həqiqətən də deyirlər ki, müəllim insan həyatında çox böyük rol oynayır. Həqiqətən də Elnura müəllimə mənim həyatımda çox böyük bir rolu oldu ki, o mənə rəssamlığa qarşı böyük bir həvəs yaratdı, sevgi yaratdı və mən öz yolumu seçdim. Və bundan sonra yolum Rəssamlıq Akademiyasından davam elədi. Orada həqiqətən də çox böyük rəssamlardan dərs aldım. Rəsm müəllimimiz Adil Rüstəmov olubdu, kompozisiya müəllimimiz Cəmil Müfidzadə olubdu və rəngkarlıq müəllimimiz Rafiq Mehdiyev olubdu, məşhur, yəni əməkdar rəssamlar, xalq rəssamlarından. Orada da rəssamlığı artıq akademik səviyyədə öyrənməyə başladım və əvvəlcədən öyrəndiklərimin tamam əksini orada öyrəndim. Çünki başlanğıc fərqli olur, sonradan artıq ali təhsil tamam başqa cür davam eləyir. Rəsmi daha dəqiqliklə, kompozisiyanı daha dəqiqliklə, rəng doyumu daha da inkişaf elətdirdik və belə Rəssamlıq Akademiyası mənə daha da belə deyək, mükəmməlləşdirdi. Emalatxanasında qonaq olduğumuz Nigar xanımın əsərləri öz rəngləri ilə diqqətimizi cəlb edir. İsti-soyuq rənglərin harmoniyası ilə yaranan üçlük əsərində qədim Şuşamızın gözəlliyi göz önündə canlanır. Həsrəti andıran payız rəngləri, dəniz mənzərəsi, qrafik işləri, natrimotları, kompozisiyaları həssas qəlbinin duyğularını əks etdirir. Müəyyən müddət mən rəssamlıqdan aralı düşdüm. Çünki hərbiçi ailəsi olduğum üçün tez-tez köçməklər, yer dəyişmək, bunlar hamısı mənim sənətimə təsir elədi. Amma buna baxmayaraq yenidən geri dönə bildim, sənətimi davam eləyə bildim və mən burada qeyd etmək istəyirəm ki, həqiqətən də Naxçıvan Rəssamlar Birliyinin mənim sənətə qayıdışımda çox böyük bir rolu oldu. Çünki bu hərbidə mən əvvəllər işləmişəm və orada işlədiyim müddətdə Telman Abdinov, Ülviyə Həmzəyeva məni orada kəşf elədilər. Onacan mən belə deyək də heç risk eləmirdim ki, gəlim, yaxınlaşım, müraciət eləyim. Amma onlar şəxsən özləri orada müraciət elədilər ki, gəlin siz də Rəssamlar Birliyinin üzvü olun və bu mənim üçün həqiqətən böyük bir stimul oldu həmən anda. Bir növ ümidsizlikdən ümidə doğru irəlilədim. Və başladım çox qısa müddət ərzində işlər işləməyə, çünki işlərim az idi.
hardasa 40-dan çox iş hazırladım sərgi üçün. Bu vaxt əhatə edir ki, noyabr ayından hardasa iyun ayına qədər bu müddət ərzində bu 40-dan çox işi hazırladım mən. Və çox da uğurlu alındı. İyun ayında 2023-cü ilin iyun ayında mənim ilk fərdi sərgim keçirildi Bəhruz Kəngərli adına sərgi salonunda və çox izləyicilər tərəfindən maraqla qarşılandı. Və mən həqiqətən də minnətdaram ki, onlar o vaxt mənə o təklifi verdilər və mən o təklifə qulaq asdım və Rəssamlar Birliyinə müraciət elədim. Bundan sonrakı yolumda isə müxtəlif beynəlxalq sərgilər, yerli sərgilərdə iştirak elədim və orada da böyük nailiyyətlər qazandım. Və sizə deyim ki, bu sərgilərin hamısı çox yaxşı bir şeydir ki, mən burada əməkdar rəssamlar var, məsələn, böyük rəssamlarımız var ki, mən onlardan əlavə nələrsə öyrənirəm. Hər bir sərgidə, hər bir işdə yeni nələrsə biz öyrənə bilirik. Malbert önündə dayanan zərif qəhrəmanımız bacarıqlı əlləri ilə rənglərin sehrini duyur sanki. Fırçası ilə kətana hər toxunduqca bizi rənglərin sirli-sehirli dünyasına aparır. Rənglərin nəğməsi bizi bu dünyanın əlvanlığına qərq edir. Bu əsərlərdəki dərin məna, incə duyum bizi sənətə məftun edir. Rəssam olmaq o deməkdir ki, mənə elə gəlir ki, rəssamlar daha duyarlı olur. Həm həssasdılar, həm belə deyək də biraz fəlsəfəyə meylli olurlar, həm belə deyim, heç kimin görmədiyini görə bilirlər. Məsələn, kimsə qırmızı rəng adi qırmızı rəng olaraq baxır. Məsələn, biz qırmızı rəngə baxanda deyək ki, təbiətdə o hansı çalarları alır və yaxud da ki, hansısa bir obyektdə, bir natürmortda onun üzərində hansı rənglərin keçidləri olur, hansı tonlar düşür onun üzərinə. Biz ona elə baxırıq, dərindən baxırıq. Həyata da elə baxırıq. Bu bəzən biraz çətindir, çox da duyarlı olmaq, həssas olmaq, amma elə bilirəm ki, onunla da, onu da üstəsindən gələ bilirik. Ümumiyyətlə, rənglərin təzadlarını çox sevirəm. İşlərimdə həm isti, həm də soyuq rəngləri hardasa istifadə etməyi sevirəm. Və mənə görə canlı işləmək, hardasa plenerdə işləmək daha xoşdur. Çünki o havanın həmən anda olan tutqun bir havadır, həmən anı o tutmaq özü bir qabiliyyət tələb eləyir və mən onu çox sevirəm. Və daha çox fəsillərdən də payızı sevirəm, çünki orada da təzadlar var. Yarpaqların o tökülmə anında o isti sarı, qırmızı tonları və havanın o soyuq, boz rəngləri mənə çox xoş gəlir. Ümumən parlaq rəngləri daha çox sevirəm. Məsələn, işlərimə də baxanda görə bilərsiniz ki, ton olaraq daha parlaq rənglərdən istifadə eləyirəm. İşlərimdə təzadlar həddən çoxdur və mənim qrafik işlərim var ki, mən orada sırf işıqla, qaranlığın, xeyirlə şərin təzadını çox vermişəm. Elə bilirəm ki, İnsan həyatı da elədir, həyatımızda da tez-tez rast gəlirik və mən bunda qeyd edim ki, hər insanın qaranlıq tərəfi də var, işıq tərəfi də var. Biz onu hansı istiqamətdə özümüz inkişaf elətdirsək, hansı hissəsinə icazə versək, o hissəsi də bizim həyatımızda rol oynamağa başlayır. Nigar Mustafazadənin palitrası kimin mövzu dairəsi də zəngindir. Gənc rəssam mənzərə, natürmort, portret və başqa janrlarda işləməklə yanaşı, müxtəlif texnikalarda da özünü sınayır. Xalqımıza məxsus milli elementləri, dəyərləri təsvirə gətirməklə yaşadır. Nigar xanım düşünür ki, sənətdə zirvə yoxdur və daim axtarışlar aparmalısan. Öz üzərində işləməklə sənətdə özünü kəşf etməlisən. Özümü tapmağa, öz üslubumu tapmağa meyliyəm. Çünki bu yaş elə dövrüdür ki, yəni biz hələ tam oturuşmamışıq. Daha çox eksperimentlər aparırıq, daha çox axtarışdayıq və mənə elə gəlir ki, bütün gənc rəssamlar, orta nəsil rəssamlar artıq öz üslubunu tapmalıdır. Nə gözəl ki, tez tapan insanlar öz üslubunu, amma insan var ki, axtarışdadır və mənə elə gəlir ki, mən artıq o nöqtəyə gəlib çatmışam. Çünki o belə deyək də, axtarışların sonu da istədiyimiz nəticəni əldə etməyə səbəb olur. Emosiyalarımı işlərimdə göstərməyə daha çox sevirəm. Bu hardasa biraz impressionizmə, hardasa belə ekspressionizmə yaxındır və mən bayaq da qeyd elədiyim kimi canlı işlərimdə onu daha çox biruzə verə bilirəm. Hələ ki bu belədir. Çünki o canlı işləyəndə belə deyim də o tonları yaxalamaq, o deyək ki yarpaqlardır, ağaclardır, onları o fırça zərbələri ilə göstərmək mənə daha çox xoşdur. Fırçanın o zərbələrini görsənməyini daha çox sevirəm. İş tam
tam real üslubda işlənir, amma impressionizm də elədir ki, insan hisslərini o fırça zərbələri ilə biruzə verir. Mənə də o üslub daha yaxındır. İşlərimdə də hardasa o üslubu görmək olar. Əslində daha çox qarışıq işləyirəm. Hər üslubdan işləyirəm. Həm realizmi qatıram, həm impressionizmi qatıram, qarışıq bir şey edirəm və qarışıq əslində işləməyi də sevirəm. Mənim qrafika işlərimdə də onu görmək olar. Məsələn, həm qara qələmi, həm rəngi ora sintez etməyi sevirəm. Baxmayaraq ki, mən qrafika demək fakültəsində təhsil almışam. Əslində mən qrafikam, amma rəngkarlığı da sevirəm və müxtəlif əsərlərim də var rəngkarlıq janrında. Elə bilirəm ki, yaxşı da alınır. O rəngkarlığı işləyəndə belə məndə o qrafikadan nələrsə vardı. Mən o xırdalığı çox eləyirəm işlərdə, rəngkarlıq işlərində. Bu da artıq qaçılmazdır. Yəni istər-istəməz qrafik olduğum orada özünü biruzə verir. Çünki qrafika daha çox xırdalıqdır və orada daha çox xətt, kontur, ton həllindən istifadə olunur. O rəngkarlıq işlərimə də onları da biruzə verirəm. Nigar xanımın rəsmlərində səmimiyyət hakimdir. O tablolarında əlvan rənglərə üstünlük verməklə sanki dünyanı daha əlvan, işıqlı görmək istəyir və onun sənət fəlsəfəsi də bu işıqlı istəyə köklənib. Bunu duymaq, hiss etmək insanı riqqətə gətirməklə bərabər həm də sevindirir. İşlərimdə milli elementlərdən çox istifadə edirəm, milli mənəvi dəyərlərimizə çox dəyər verirəm. İşlərimin bir çoxu Vətən müharibəsi dövründən sonra işlənibdir və orada həmin o hisslər özünü biruzə verir. Hansı ki, mən orada Şuşanı, Qarabağ atını qeyd eləmişəm, bizim Qarabağ xalçalarımızı göstərmişəm, onların naxışlarını, milli elementlərdən çox istifadə eləmişəm və bir də üçlü işim var ki, orada mən demək xarı bülbüldən istifadə etmişəm və o xarı bülbülün artıq təkcə Qarabağda deyil, bütün Azərbaycanda yetişdiyini göstərirəm. Soyuqdan sonra istinin, artıq qaranlıqdan sonra işığın olmağını göstərirəm o işdə. Bir neçə texnikanı istifadə edirəm. Ola bilər ki, tutaq yağlı boya işləyirəm və orada mən akreldən istifadə edirəm, pastel boyadan istifadə edirəm. Olar ki, qrafika işləyirəm, mən orada təkcə məsələn kömür istifadə eləmərəm, qara qələmdə istifadə edirəm, məsələn tuş perodan da istifadə edə bilərəm. Yəni qarışdırmağı sevirəm və bizim Azərbaycanın da görkəmli sənətkarlarını tez-tez izləyirəm, onların da işlərinə baxıram. Sakit Məmmədovun işlərini çox sevirəm. Onun o rənglərdə olan təzadını, rəng aləmini həddən çox sevirəm və özünə məxsus onun üslubu var. Doğrudan da onun əsərlərinə baxdıqca, buradakı sadəliyi, saflığı anladıqda insan sanki həyatda dəfələrlə gördüyü, lakin fikir vermədiyi kiçik gözəllikləri bir daha kəşf edir. Bu kəşf insana ruhi rahatlıq bəxş edir. Onu həyatın gözəlliklərini, əlvanlığını daha dərindən qiymətləndirməyə səsləyir. Mən regional informasiya mərkəzində təlimçi rəssam olaraq çalışıram və orada mənim benefisiarlarım var ki, hansı ki onlara rəssamlığın sirlərini öyrədirəm və onlara yanaşma biraz fərqlidir. Daha belə duyarlı və sevgi ilə yanaşmaq lazımdır və çalışıram ki, işlər onların sevdiyi formada olsun. Məsələn, ola bilər ki, hansısa bir rəngləri sevirlərsə, o rənglərdə, o tonlarda işlər götürək və yaxud da hansısa bir mövzunu sevirlərsə, o mövzuda işlər götürək. Əslində sənətin özü də bir terapiyadır və qeyd edeyim ki, orada benefisiarların hər biri tam demək, rəssamlıq qabiliyyətli deyillər. Məsələn, onlarla biz terapiyalar da aparırıq. Rənglərlə terapiyalar eləyirik, tutalım ki, xətlərlə terapiyalar eləyirik. Həm orada o göz bacarığı, əl barmaq, əl-göz bacarığı inkişaf eləyir və digər bir istiqamətdə isə bizdə o daha çox qabiliyyət yönümlü tələbələrdir ki, mən onlarla sırf rəssamlığın artıq sirlərini öyrədirəm. Eskizlərdən başlayırıq, deyək ki, qurmanı öyrənirik, ondan sonra rəng, ton həllini öyrənirik, forma həllini öyrənirik və daha çox çalışıram ki, onları professional istiqamətdə aparım. Hər kəsin elə bilirəm bu dünyada bir missiyası var. Mənim də missiyam çox güman ki, elə bu uşaqlarla, bu gənclərlə işləməkdir və mən onların həyatında hardasa özlərinin dediyindən deyirəm ki, işıq rolunu oynayıram. Nə gözəl ki, mən onların həyatında bir işığa səbəb olmuşam, bir ümidə səbəb olmuşam.
Həddən çox mükəmməliyyətçi insanam, o biraz məni yorur. Amma eyni zamanda özümü tərbiyə eləməyə çalışıram. Çünki insanların hər biri fərqlidir və o fərqli olsaq belə biz özümüzü tərbiyələndirməliyik. Və məsələn mən emosional olaraq daha çox çalışıram ki, sakitliyə meyl eləyim. Çünki o sakitlik mənə lazımdır. Yaradıcılıq elə bir şeydir ki, yəni orada sakitlik olmasa yaratmaq da mümkün deyil. Gərək beyin tam sakit vəziyyətdə olsun ki, sən nəyisə fantaziyandan oturub işləyə biləsən, nəyisə yarada biləsən. Bəzən elə işlər olur ki, onu həmin bir günün içində işləyib qurtarmaq istəyirsən. O yenə də deyirəm, beynin tam sakitliyindən və sənin o belə bizdə o ilham pərisi məsələsi var da, ilham pərisi mütləq olanda o iş bir günə də olsa ərsəyə gəlir. Bəzən də olur ki, bir işin üzərində aylarla işləyirsən və onu bitirə bilmirsən. Yəni belə bir təzadlar da olur bizdə. Elə iş var ki, istəyirsən tez onu bitirəsən. Sən tam onu görə bilirsən, beynində canlandıra bilirsən. Elə işlər var ki, sənə o çətinlik verir. Tam canlandıra bilmirsən, hardasa bir əksiklik olur ki, onu gözləyirsən, tamamlayasan və aylarla o çəkə bilər. Hətta illərlə olan işlər var. Bəzən tələbələrim mənə sual verir ki, müəllimə, siz bu işi nə qədər vaxta ərsəyə gətirmisiniz? Deyirəm ki, elə iş var ki, o bir həftəyə də başa gəlir. Elə də iş var ki, sən onun üzərində aylarla işləyirsən. Əslində işlərimin hamısını sevirəm. Onlara həqiqətən də övladım kimi baxıram. Hər birinə qarşı yenə də deyirəm, o mükəmməliyyətçilik o işdə də özünü göstərir. Həddən artıq çalışıram ki, mükəmməl bir iş işləyim. Düzdür, bu hər zaman alınmır, amma yenə də o mənim üçün, o iş mənim üçün, yəni qənaətbəxş sayılır. Bəli, işlərim çoxdur. Əslində Qarabağ atı ilə olan işi çox sevirəm. O hardasa mənim özümün də daxilimi yansıdır. Çünki həddən vətənpərvər, milli dəyərlərə sadiq biriyəm. Hökümə Əliyevaya həsr elədiyim işi mən çox sevirəm. Onun nakam qalan həyatından əslində orada şüşə qırıqları var, güzgü qırıqları kimi, çiçəkdir, ləçəkləri uçur. Yəni yarım qalmış həyatı, ömrü təsvir eləmişəm orada və orada onun saçlarının, tellərinin uçmağı, burada belə onun ləçəyi var, o ləçəyin uçmağı, eləməyi və daha çox tonlar, belə deyək də, soyuq tonlardır və onun elə bil yarım qalmış həyatını təcəssüm elətdirir. Çox çətindir, həm pedaqoq olaraq fəaliyyət göstərmək, həm bir rəssam olaraq fəaliyyət göstərmək, həm ana olaraq fəaliyyət göstərmək. Yəni çalışıram ki, hər şey yerində olsun, amma bəzən bunu alındırmaq olmur. Çünki insanıq, insan robot deyil ki, hər şeyi eyni qaydada eləsin. Amma bacardığımı eləyirəm, yəni elə bilirəm ki, öhdəsindən gəlirəm. Bəzən rəssam olaraq işləməyə çox az vaxt qalır məndə. Ən çox da bu məni incidir. Çünki yaradıcılığımda o qədər belə bir də görürsüz hər hansısa bir fikir gəlir, mən onu həmin dəqiqə işləməliyəm, amma alınmır. Çünki evdə də işlərim olur, övladım var və bəzən məyus oluram. Çünki o da mənim bir parçamdır, sənətim mənim bir parçamdır. O hisslərimi onunla ifadə edə bilirəm və həmin an o hisslərimi ifadə edə bilməyəndə, oturub işləyə bilməyəndə günlərlə olur ki, yəni məyusluq keçirirəm ki, mən yaradıcılığımı geriyə atıram. Yəni təsəvvür edin ki, övladımı sevdiyim qədər sənətimi də o qədər sevirəm həqiqətən də. Mən çox çalışıram ki, tam üslubumu tapım və öz mövqeyimi qazanım demək rəssamlar arasında və bunu da qeyd edeyim ki, çox istərdim ki, daha böyük belə deyək sərgilərə çıxım, beynəlxalq sərgilərdə artıq işlərimi tam düzdür müəyyən qədər sərgilənir, amma daha böyük çaplı sərgilərə çıxmaq istəyərəm və bunun üçün çalışıram. Bu gün Nigar Mustafayevanın qarışıq sərgilərdə nümayiş olunan hər bir əsəri sənətsevərlər tərəfindən rəğbətlə, xoş bir duyğu ilə qarşılanır. İnanırıq ki, rəssamın yaradıcılıq nümunələri hər zaman qəlblərə yol tapacaq, məftun edəcəkdir.
Biz də istedadlı gənc rəssama sənət uğurları arzulayırıq.